Cəbhə bölgəsindən gələn həyəcanlı xəbərlərin ardı arası kəsilmir. Bu məlumatlar hər kəsi narahat etdiyi kimi sabiq döyüşçüləri də hərəkətə keçirib. Əfsanəvi döyüşçü, Tovuz Müdafiə Batalyonunun qurucusu və komandiri Şərti adı Bozqurd Etibar Əmiraslanov mətbuata deyib ki, onlar yeni Müdafiə Naziri ilə görüşmək istəyirlər. Sitat: Nazirin özü ilə görüşmək istəyirik. Ondan keçmiş döyüşçülər kimi xahişimiz, istəyimiz var. Biz istəyirik ki, səngərdə olan gənclərin sırasında bizlərə, köhnə döyüşçülərə xidmət etməyə icazə verilsin. Qoy gənclərimiz bizim ayaqda olduğumuzu, düşmənə layiqli cavab verməyə hər an hazır olduğumuzu görüb ruhlansınlar. Gənclər əlbəttə ki, bizi görüb ruhlanacaqlar. Mən Tovuzun Əlibəyli kəndində cəmaatın böyük narahatçılıq içində olduğunu görürəm. Vəziyyət heç də ürək açan deyil. Qoy bizi nazir qəbul edib dinləsin. Əmiraslanov deyir ki, Zakir Həsənova qəzet vasitəsilə səslənir. Düşmən səngərlərini bərkidir. Belə hesab edirik ki, hər an hücum edə bilərlər. Biz köhnə döyüşçülər oturub vəziyyəti müzakirə etmişik. Zakir Həsənova ümidlərimiz böyükdür. Hər birimiz vətən uğrunda canımızdan, qanımızdan keçməyə hər an hazırıq. Yetər ki, bizə şərait yaratsınlar. Xatırladaq ki, Əmiraslanov Azərbaycanın əfsanəvi batalyon komandirlərindən, döyüşçülərindən biridir. Son günlər ermənilərin hər gün gülləbaran etdikləri rayonun Əlibəyli kəndində Əmiraslanovun komandiri olduğu özünü müdafiə batalyonu 89-cu ildə postlar qurub və düşmənin rayonun ərazisinə daxil olmasının qarşısı alınıb. Nəticədə 1-ci Qarabağ savaşında Tovuzun bir qarış torpağı da düşmənə verilməyib.